Balastora Ama ben demək istəyirdim. geri qalmır. Neçəyə aldın? Hələ 600 TL'dir. Barista dostumuz Qoşqara salam göndərir. Bura restoranda yoxsa xeyriyyə mərkəzi falan qiymətlər. Bu İstanbul'un küçük boy cappuccinosu. Bizim seçimimiz Nərgiz oldu. Nərgizlərin şərəfinə gəlsin. Türk filmlərində olduğu kimi sahildə oturaq, belə bir gözəl mənzərədə bir çay içək. Çay. Ay, sos çox acıdır. Taksimdə ürəyimiz nəfsimiz çəkir. Deyirlər Taksimdə bahadır. Həmişə filmlərdə görürük, belə bir damla baxaq. Qiyməti 20 lira. Bugün gəldik bura, biz Azərbaycandan gəlmişik. Taksimdən 20 liraya simit aldıq. Simit sarayı. Simitin dadına baxırıq. Deyə bilərəm ki, Balastora Mən demək istəyirdim. geri qalmır. Mən demək istəyirdim ki, yəni Bazar Store'un simiti məncə bundan qəşəng dadır. Bazar Store, sən Taksimdən daha yaxşısan. Qədrini bilin. Simit Taksimdə 20 lira. Türkiyəyə gələndə qarşıma qoyduğum yemək planlarında biri də kuru fasulye yeməyidir. Kuru fasulye Şükrünün sevimli yeməyi. Anam. Şu güzelliğe bak. Sanki kuru fasulye değil bir cennet meyvesi. Sanki kuru fasulye değil sabah melikesi. Şu asalete, şu güzelliğe bak. Var mı böyle bir yemek be? Hey yavrum be. Oh. Dedim görüm bu Şükrü bunlar niyə bu qədər koyur? Mən də kedim dadına baxım. Bildiyiniz ağlobyadan hazırlanmış yeməkdir. Qiyməti 200 TL. İstiqlal Caddəsinə yaxın küçədə bir yer. Dadına baxaq görək. Şükrün ürəyə getdiyi qədər var. Qarnına. Bildiğin lobya sonu biraz kurutulmuş hissiyat. Tatlı. Ama bildiğin lobya sonu, bizim lobya sonumuzun biraz kuruk olması. Önümüzə yeməkdirsə də İskəndər alır. İskəndərdə yaxşı yoxdur. Gəl sənin bu sevimli və çox təriflədiyin İskəndərin də dadına baxın. Neçəyə aldın? Hələ 600 TL'dir. Ay maşallah. Boyandan sonra bilirik. Bu mayonez diye burada bu boyda. Yox. Qatıq. Yoğurt. Normal. İkisi də yaxşıdır. Baba soğuk var. Şübhül verdi bir gedə bir yerdə çay içək. Otelimizin yaxınlığında bir yer var. Alışveriş mərkəzinin yeridir. Orada getdik. İstiklal Caddəsində belə bir yerin olmağı çox gözəldir. Gəlsin bura gəlin. Marka kafelerde gezip oturup yani bir yemeğe 30 manat, 40 manat verdiğimizde çaya cəm 15 TL pul verdik. Burger King'den aldık. Bir çay, bir moka, hardasa da 2 manat, 32 manat 40 qəpik bizim pullar. Yani. Azərbaycanın ucuz gəlir. Misal 15 üçün TL burada deyirəm sizə. Burger King'də böyük boy patates, kola, 2 dənə burger, bir yerdə 180 TL. Artı 7 manat təxminən. Yəni şəbəkə kafelər, şəbəkə restoran deyir. Bəli. Onlar mən düşünürəm ki, burada Azərbaycandan daha ucuz, Yani. daha sərfəlidir. Yani getdik bayaq bir dənə kuru fasulye 8 manat pul verdik. Halbuki o 8 manat pula yani gələ burada 2 burger üstə gəldi pula, üstə gəldi kartofla yeyər. Üstündən çay içmək. Hətta çay içəmək qalan pula da. Mısır çarşısından çıxdıq, belə bir balaca kafe tapdıq. Gəlin, burada bir Türk kafesi içək. Türk kafesinin qiymətləri ancaq belə 120 TL. çevir bilən kofe tərəflərinə. Qiymətlər belədir. Normaldır. Mənə elə gəlir ki, bu cappuccinolar filan, lattedir. Bunların qiyməti Gəncə ilə müqayisə eləmirəm də, Gəncədə indi qiymətlər sərfəlidir. Bakı ilə müqayisə eləyəndə burada məncə Bakının bəzi kafe restoranlarından ucuz. Tostun qiyməti 135 TL. Normaldır məncə. Kafenin adı Piska. Gəldik ki, biraz oturuq dincələk. Emin önündədir.
Mısır çarşısını gəzəndən sonra hava çox soyuqdur, dəhşət soyuqdur da. Yəni əlimiz, ayağımız buz kimi. Dedik gedək bir isti bir şey içək ki, heç olmasa biraz qanımız işləsin. Və təbii ki, mən Türkiyəyə gələndə qarşıma məqsəd qoymuşdum ki, türklərin bəzi yeməkləri və içkiləri var ki, mən onların mütləq özlərində dadına baxmalıyım. Onlardan biri kuru fasulye idi, dünən yedim. O haqda məlumat verdimsə, indi də gəldik ki, əsl türk kahvesi içək. Görək necədir. Qiymətlər də çox münasibdir. 120 TL idilər. 120 TL bizim pulla gəlib hardasa 5 manat. Yəni demək olar ki, bizdə 3.50-4 manatdır. Demək olar eyni qiymətdir. Emin önündə, yəni türk qəhvəsinin qiyməti 120 TL-dir. Qüdrət isə özünə tost sifariş etdi. Tostun da qiyməti 135 TL. 135 TL-də tostun qiyməti. Yəni qiymətlər çox sərfəlidir. Neysə halim çıxsın halim. Mən sadə sifariş etdim çünki kofenin içində şəkər sevmirəm. Qüdrət də orta şəkərli. Qəşəng istidir. Məkanın özü biraz soyuqdur. Türk qəhvəsini Türkiyədə içmək lazımdır. Yəni ya da alıb buradan ya da buradan aparıb. Braziliya kofesindən da biraz ki Braziliya içmək lazım. İndi belə danışmağımıza baxmayın. Buradan gedəndə yəqin ki, hərəyə bir pay gedər. Buradan Hələ özümüzə demirəm. barista dostumuz Qoşqara salam göndərir. Qoşqar deməli Kenya kofesi içmək üçün getmək lazımdır Afrikaya. Əlbəttə. Sultanahmet Camisindən çıxdıq və onun yaxınlığında bir kafe, restoran kimi bir yer var. O qədər soyuqluqdan donduq ki, dedik yox, gedək, hara olur olsun, gedək, girək. Gəldik bir stəkan, bir fincan hərəmizə çay sifariş etdik, yanında da 2 nəfər. Düzdür, yeməklərə baxırıq, qiymətlər fərqlidir və sərfəlidir Taksim ilə, Eminönü ilə müqayisədə. Qiymətlər. Sosial tesis. Fatih belə sosial tesislər. Bilməm, bura restorandır, yoxsa xeyriyyə mərkəzi falandır. Nəfəyə 100 TL verdik, bizim pullar təxmin 45 TL, bir nəfəyə 200 TL verdik. Köz mısır 70 lira. Götürək. İyi günler. Rica edirəm. Yok abi, yok. Kabza verirler. Nə? Abi. Köz mısır, alıb görək. Tamam. Müsaade var. Nədadır? Buyurun. Çox sağ ol. Görək nədadır? Dadlıdır. Dadlıdır, sən nə yemədin? Sultanahmet Sultanahmet Camisi yanında köz mısır 70 TL. Yaxşı yamanca puldur. Amma dadlıdır. İstiklal Caddəsində şirniyyatçılar mağazaları var. Onlardan biri də Taksim Süt İş. Girdik buradan şirniyyat aldıq. Bu dəfədən gözüm bu şirniyyatda qalıbdı. Gedim dadına baxıb görüm nə dadırıq. Çox ləzzətli görsənir. Biz də patlama götürdük 4 ədəd. Deməli 4 paxlava, bir də bu şirniyyat. Cəmi Azərbaycan puluna 20 manat pul verdik.
Popeyes'da elə bir set götürdük və 2 setə ümumilikdə 17 manat pul verdik. Bizə gəlin, dadına baxalım. Ümumi bu setə mən 8 manat pul verdim. 8 manata nələr daxildir? Burgerdir, sandviç. Nuggetslərdir, halqa soğandır, kartof fridir, koladır, bir də sos. Ümumi 8 manat. Bu da digər setimiz. Cəmi 2 setə birlikdə 18 manata yaxın pul verdik. Espresso Lab deyə bir məkana gəldik. Burada desertlər, kofelər, səhər yeməkləri. Deməli, səhər yeməyi tapa bilmədik. Dedik, bunlarla başımızı qataq. Bu İstanbulun küçük boy cappuccinosudur. Bizdə bunu large deyə satırlar. Qiyməti 200 TL. Bir sözlə, ümumi olaraq bu qədər şeyə 710 TL pul verdik. Düzü, biraz çox vermiş olduq. Amma məcburuq. Həm kafe gözəldir, həm də mənzərəsi. Emin önündə bahalı kafeləri gəzəndən sonra belə bir sərfəli yer tapdıq. Qiymətləri sizin üçün göstərim. Yox, sərvis. Bugün lahmacun, su, ayran, çörək, kiraf və belə bir salat. Təxmini bunlara biz verdik. Hardasa bir 700 TL. 700 TL keçməli. 700 ne kadar seviyorum. İçində bir tane kola var. Bu da dadlıdır. Doymurdur da. Bu da lahmacunlar. Bizə lahmacunu arasına qoymaq üçün cəfəri verirlər. Burada pomidor, limon və sahır verilməsini. Görürsən nə qədər dadır. Qoymayayım. Bilmesen gidemezsin. Pomidor nə qədər yapıyor. Mən acaba bunun üçün vermiş olmayalardı. Türkiyə görək nə dadır. Yeni kartı. Bilmirəm, indi bunu lahmacun üçün vermişlər ya nə üçün. Mən artıq bunun arasına qoydum. Dönərin ölçüsünü bayaqdan verirəm, böyük. Sonra qiyməti yadıma düşərində baxaram, tələb kiçiyim. Sizdə o qiymətə. Burada bir dənə dönər düşür. Ölçür arası. Yox, lavaş arası dönər. 8 manat. 3 manat, 1 manat necə qətliyimizə. Nasıl oldu? Nasıl oldu şimdi? Aş. Üçün önce yağın Acılıdır. 7 manat. Lahmacun 7 manat. Acılıdır. İnekleri mesela bahçede evde. Lahmacun 7 manata gəlir. Gəncədə 4 manata lahmacun görəndə. Baxsınızdan düşür ki, buna qiymətli. Apartılar. Bazen bize Manatın kilosu olsa da Normaldır. Yəni o ətin qarşılığında belə qiymət normaldır. Təbii ki, Türkiyəyə gələndə yeməli olduğum qidaların içinə, daha doğrusu yeməli olduğumuz qidaların siyahısında balıq ekmək var idi. Mən düzünü desəm, balıqla çörək heç vaxt yeməmişəm, sevməmişəm də. İlk dəfə deyirəm, dadına baxaq görək neçədir. Qalata körpüsünün altında bir məkan tapdıq. Məkan adı Nərgizdir. Baldızım və rəfiqəmin şərəfinə girdik bu məkana. Galata Köprüsü'nün altı hamısı balık etmektir. Amma bizim seçimimiz Nərgiz oldu. Nərgizlərin şərəfinə gəlsin. Altı yazısı Nərgiz. Lebleş balık da şimdi. Adıdır. Neçə aldıq birini? 240 TL. Qaldısı 80 TL. 200 təxminən 10 manat.
Deməli, təsadüf nəticəsində gəlib çıxdığımız Ortaköydə belə çox gözəl mənzərəli bir məkan tapdıq və dedi ki, Türk filmlərində olduğu kimi sahildə oturaq, belə bir gözəl mənzərədə bir çay çək, çay bağçasında çay çək. Və səhər olduğu üçün dedik tost sifariş edək, çay çək. Mənzərənin gözəlliyinin dadını çıxardaq. Amma həqiqətən dəyər, yəni gəlib burada oturmağa. Ortaköy caminin tam yanında bir kafedir. Adı nədir buranın? Beltaş Rest and Cafe Ortaköy. Karaçı da düz bu Ortaköy caminin düz böyründədir. Gəlsəz burada mütləq oturun. Hər kəsə məsləhət görürəm. Yəni bu qiymətə dəyər gəlib bu məkanda oturub çay içməyə. Tostumuzu hərçək ki yedik. Mən də eləcə kaşarlı sucuk yemədiyim üçün 175 TL aldım. Əlbəttə də sucuklu kaşarlı. Bir də yanında belə bir soslar. Çay. 100 TL çaya verdik. Yəni gəlib məncə bir dəfə oturmağa dəyər. Ən azından bu mənzərə üçün. Soğutma kartofun arasına yağ koydu, sonra pendir koydu. Sonra bunu seçebiliriz. Bunu tavuk olur. Şimdi bunlar biber yanından verilir yoksa kanalda başlayalım. Zeytin de olur abi. Yeşil zeytin. Hər şeydən əlavələrə görə yeyə biləcəyimi. Bizim kumpirimiz. İçindən nə gəldi əlavə elətdirdik. Ayran o değil mi? Tabii kaç tane? Sen içirsən? Yox. Baxın, içində deməli döşəti, xiyar turşusu, sos. Hər şey var, göbələk, zeytun özü və bunların hamısına birlikdə bir ədəd kumpir üçün 350 TL pul verdik. Bu belə fonu da götürüm. Dadına baxaq görək nə dadı. Məncə amma tərsini çəkərdik. Maraqlıdır. Adamdan başqa bir şey var içində. Ay, sos çox acıdır. Amma qəşəng şeydir. Dadına baxmağa dəyər. Verelim mi efendim? Yo, sağ ol. Güzel bir daha. Yo, sağ ol.